Selam millet, hər vaxtınız xeyir olsun. Bazar tökülübdü. Niyə tökülmüşdü bazar? Çünki qərarlı Bitcoin poştvanı ünvanında istifadə olundu Amerikada və bunun sözün Trump vermişdi və Trumpın çıxmağı ilə müsbət təsirini bazarda qoydu. Bu günlərim niyə bazar töküldü? Buna görə idi ki, Jerome Powell Amerikanın mali qismətlərinin işlərində, yəni başında olan bir nəfər gəldi. Yəni bir nəfər biləsindən soruşdu o xəbərnigarlardan ki, aya bu işi görəcəksiniz, olacaqdı poştvanı, olacaqdı filandı. O deyir biz təslim tutanmarıq, məclis tutar filandı və kollan bir dənə mənfi his verdi bazara və bahis oldu tökülsün. Və altcoinlər daha çox tökülsün və dominansi Bitcoin qalxdı. Yəni altcoinlər çox töküldü və bu bir dənə fürsət verdi biləmizə ki, xərid eləyək. Məsələn, istəsəm misal verəm biləcə. Burada bir dənə biləcə bir yeri mərif eləmişdim ki, demişdim buranı görə bilər və gördü də ondan da hətta əşatər gedib və indi də fürsəti xəriddi. Və baxsız burada da bir daha vacirayı vardı, müsbət vacirayıdı və bu bahis olacaqdı ki, buradan bir üstə tərəf gələ. Bu yol təsirini qoyacaqdır. Əgər yenə mənfi, yəni siz burada xərdiniz edin və umaram ki, yəni bir pillə xərdiniz edin, umaram ki, buradan da aşağıya yenə düşər və edə bilərsiniz daha yaxşı qiymətlərdə alasınız. Çünki bizim nəhayət xərd eləməyə 1 ay ya 2 ay fürsətimiz var. Ona görə xahiş edirəm videoda axırınacan baxın. Çünki mühüm nöqtələr də elə vəsətində deyirəm ki, kara gələ bilər. Solanada elə həmən günə o pillə ki demişdi, o əgər xərd eləmişsiniz bir pillə, tamamdır görər. Dözün, əgər yensə ki, buralardan xərdimizi eləyəcək, olmasa da ki, gələ dözək bu kanalın sınmağı ilə bir pillə vurud eləyək. Tərbən belə bir daha kanal var, yəni dözək, tanışırıq nədir, biraz bu düzəldi. Yaxud, bir yol canım desin ki, mənim olan bu cür ülgülərdəki idamə verən bir ülgülərdirlər. Buralardan ehtimalı vardı ki, hava sındırsa, buranın irtifasına can qalxa, yəni bir 300'ləri filanları görə biləcəkdir. Və üçün riski az bir ərzidir, böyükdür market cap'i. Ona görə az gain verəcək, az mənfəət verə bilər və mütməyin bir yatırımcılıq olacaqdır. İstəyirəm Solana'nın büyünəm zir məcmualarla. Baxın, biz Solana deyirik ki, məsələn, buradan 2 bərabər olacaq. Hələ bizim intizarımız çoxdur. Onda gələk neyniyək? Biz vaxtı bilirik ki, pul vardı bu cəryan içində. Gələk ki, bunun zir məcmuasına. Niyə? Üçün deyirik, layı yekdir. Ki, yəni, özünə görə bir dənə şəbəkədir və bunun şəbəkəsində işləyən ayrı ərzlər vardır. Məsələn, Radium ki, daha qeyri-mütəmərkəz sərrafıdır. Məsələn, Solana 50% hərəkət eləyəndə bu 200% rüşd edər. Bu da bir dənə ərzlərdəndir. Bu da eləyə bilərsiniz, cinə ilə baxmadan burada bir pillə xərdizə eləyəsiniz. Yenə bilər aşağıya, bəli, yenə bilər. Order blokı sağda baxıram ki, buracan gələ bilər. Buna ayıcan da gələ bilər, zaten Fibo'a da yaxındır. Vacirayı istəyək, baxaq görək nə cürdə vəziyyəti. Xas bir vacirayı da feylən görmürəm, normaldır hər şey. Yəni, belə biraz zaman verək görək nə cür yəqşən görsədəcəkdir. Bu da yenə də yaxşı, mən də bu ortalama fikrim $1 zatdan 1.13 centlərdən almışam, əşyalardan almışam. Bir dənə ayrı ərz vardı, yenə mənim səbədimdə vardı, Jupiter'dir. Bu da yenə bir dənə ayrı sərrafdır, Solana'nın bəsərində işləyir. Bundan da varım deyib, daha da belə bir nim dairə görürəm. Vacirayı görmürəm biləsində. Biraz bunu böyüdüm. Vacirayı feylən görmürəm. Burada bir dənə mənfi var ki, təsirini qoyub tökülübdür. Və bu order blokun veribdir, yəni bir yaxşı fürsətdir. Yenə də burada xərid eləyək bir dənə. Buralarda xərid eləyək, bəli biraz gedibdir üstə ehtimalən videoda biraz bir vaxt tərsiz görəsiz, qalxa filan eləyə. Bəli, normaldır. Umarım ki, bir shadow veribdir, dubara yenisinə şayə. Əgər bir kəndel burada bağlasa, çəqqoş kəndelin bağlasa,
və yaxşı bir kəndilli bir günlük ehtimallə buradan qiymət gedə üstə tərəf. Ondan sonra da dözək görək harda biləmizə vurud verəcəkdir. Bu iki dənə ərz yaxşıdır. Jupiter də nisbət bir radium yaxşı rüşd eləməyibdir bəvaxirdə. Yəni radium daha çox da rüşd eləyibdir. Ona görə hələ fürsət vardır. Bir yol, baxın, burada bir dənə nim dairədir. Bir dənə də ehtimalən bir cür nim dairə vura. Sonra bunun irtifasından rüşd eləyir. Yəni nə qədər bir ikiləri, yəni bu qabaqçı səqfində sındıra bilər. Sonra bir dənə pullback vura. Bunu istəsək bir dənə çəkək görək nə cür olur. Ehtimalən bir daha beləsinə bir hərəkət vura. Və burada qabaqçı səqfi sındırıb pullback vura və sonra qalxa. Belə bir hərəkət ola bilər. Bir yol senaryodur, zehnimizə gələn bir daha senaryo ki, bu cür ola bilər. Bir yol daha ayrı ərzlərin üstünə. İki dənə da ayrı ərz vardı. Bunları da büyünəm istəyirəm biləcə mərif eləyəm. Çox potansiyeli çox rüşd eləyiblər. Su 2 zaten deyilir. Bu bullrunda Solana kimi olacaqdı. Yəni Solana 2 gələndə 1 dolar idi və 260 dolara, yəni 260 bərabər rüşd elədi. Bu da öcür ola bilər. Yəni yaxşı bir projedir. Fəqət böyüklərin iradı budur ki, ərizəsi çoxdur. Yəni token unlock-da baxsıq buna. Token unlock-da baxsıq, təqribən hər ay bunun ərizəsi var. 282 milyon dolar bunun hər ay ərizəsi vardı və 13 gün sonra bu miqdar azad olacaqdı. Bəs nə cür bu cür rüşd eləyirik? Çünki marketing başarırıq və nəticəsində görürük. Yəni ərizələr təsir qoymur. Bunun bəlkə günlük trade olan həcmində 1 milyard filan bu cür nədir və o ərizələr bunun içində yuyulub gedir. Bəli, bu cür ərzlər töküləndə, baxın, bura rüşd eləyibdir, belə tökülüb. Fərz eləyin indi buradan tökülsə, buralara zəng gələ bilər. Yəni 5 dolardan məsələn 1.2-yə zəng gələ bilər. Ona görə biraz riski çox olur bu cür ərzlərin. Və o bir ərz ki, təqribən elə bu iki ərz ilə bahəm mərif edilir. Adları da yaxındır. CI. Bu da ərzdə yaxşı islah veribdir. Bu suyunu ki, burada təpədədir, yəni pişnahad eləmirəm alas. Yəni burada deyəm, indi alın, islah varsa, bir ittifaqı türsə çox yenə bilər. Ona görə biraz dözək, yəni görək nə cür olur. Yəni yox, çox risk qəbul edən birisiz, yəni tamam burada alın. Ona bir şey demək olmaz. Seyi nə cürdür? Seyi biraz yaxşı tər islah eləyibdir və fürsət verir ki, dubara xərid eləyək. Burada da bir gedək günluğa, görək vəziyyət nə mənədir. Burada order blokun üstündədir. Baxın, dəqiqən bir dənə yaxşı fürsətdir. Deyim, bu gün əmələ video dəqiqən ona görə qoydum ki, bazar tökülmüşdür və bəziləri nöqtə vurud verə bilər. Biri budur, yəni cana sinə bir dənə nöqtə vurud verən bu ərzidir ki, veribdir. Bu yol təqribən 47-39-un üstündədir. Dözə biləsiniz. Ehtimal verirəm, burada bir çək koş vururlar. Çünki burada da bunun da vacir ayısı vardı və müsbətdir. Ehtimalən buralardan qiymət qeydə. İstəmirəm çox video uzaldan. Bilirəm ki, hövsələzə çəkməyəcək, zaten baxmayacaqsınız. Daha çox faydalı olsun. Elə bu qəd qutarıram. Fəqət deyirəm ki, nə tək deyirəm, 1 ay, 2 ay, yəni nəhayət janviyanın axırınəcən ehtimalən bazar bizə fürsət verir və ondan sonra rüşd eləyir. Ona görə xahiş edirəm bu fürsətləri dəyərləndirin, ərziş verin biləsinə. Faydasını aparaq, yəni. Fikir edirəm ki, yaxşı ola bilər və ona görə əslən bu videoları çəkirəm. Çox sağ olasınız o biri videodan, hələlik.